Bakıda daha bir yeni park açılacaq. Paytaxtın Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu, Təbriz və Tələçxəliyev küçələrinin kəsişməsində yerləşən bu ərazi yaxın gələcəkdə paytaxt sakinlərinin istirahət məkanlarından birinə çevriləcək. 3 dənə uşağım var. Çox gözəl olardı ki, o çox yaxşı bir təşəbbüsdür ki, şəhərdə qəşəng bir binalarla bir yerdə əlavə bir parklar da salınsın ki, bu insanlar asudə vaxtlarından çox səmərəli istifadə edib o parklarda kitab oxuya bilsinlər, nəsə bir uşaqlar bir əylənə bilsinlər. Yəni ki, bu parkın salınması müsbət bir rəyim var. Yəni ki, dəstəkləyirəm bu ideyanı. Mən özüm görmüşəm, bu internetdə baxmışam. Çox gözəl bir formadadır, müasir formadadır. Çıxılan zaman buradan istifadə edirsiniz bu parkdan? Təbii ki. Təbii ki, yaşlılıq kim sevmir ki, istirahəti kim sevmir ki. Böyük məmuriyyət gəlmiş dincələcək. Yeni parkla bağlı dəqiq informasiyanı əldə etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda layihə smeta sənədlərinin hazırlanması ilə bağlı işlər görülür.